Deyirlər ki, sənətdə daydayın yoxdursa, səsin bülbül səsi də olsa, xeyri yoxdur, qabağa gedə bilməzsən. Getməmişəmsə deməli dayday yox. Hansısa bir iş adamı bir müğənniyə məsələn təklif eləyir ki, nə lazımdırsa, eləyər. Nəyin müqabilində? Onu qəbul edənlər daha yaxşı bilir. Qazancın mənbəyi doğrudan da mı getdikləri toylardır, yoxsa yazılan şərhlər kimi hansısa şəxslər dayanır? Elə o düşündükləri kimidir. Biraz uşaqlığına gəlsək Həmdanın. Mən çox tez ailə qurmuşam. 15-16 yaş. Nə olmuşdu ki, yəni sən belə tez getmişdin və İncimə günahı valideynlərində görürəm. qalmağa yeri yox. Sonra qalmaq banklarını yığışdırıb gedəli olub. Zəng eləmişəm ki, bəs olmaz. Qaytar. Qaytaracam, sonra mən blok at. Hər vaxtınız xeyir, İsayə Media YouTube kanalına baxırsınız. Bu həftə bu otaqda qonağım gənc müğənni Həmrah Hüseyndir. Həmrah, xoş gördük, necəsən? Xoş gördük, sağ ol. Sən necəsən? Sağ ol, yaxşı olasan. İzləyicilərimizi salamlayıram. Xoş gördük hər birini. Həmrah, deyirlər ki, sənətdə daydayın yoxdursa, səsin bülbül səsi də olsa, xeyri yoxdur, qabağa gedə bilməzsən. Bugün bu sənətdə Həmrahın daydayısı kimdir? Həmrahın daydayısı olsa heç bülbül səsə ehtiyac yoxdur. Yəni? Yəni mənim daydayım olsa, yəni səsə ehtiyac yoxdur, qabağa gedərəm. Görürsüz ki, hələ ki getməmişəm. Getməmişəmsə deməli dayday yox. Yəni sən düşünürsən ki, müğənni olmaq üçün səsə ehtiyac yoxdur, ancaq daydayıya ehtiyac İndiki var. zamanədə bəli. Amma səsə də ehtiyac var. Yəni səncə sənin səsin var, oxuyursan, amma daydayın yoxdur deyə qabağa gedə bilmirsən? Bilirsiniz, onun hamısı bir qismətdir əslində. Aha. Belə deyərdim ki, bəzilərinin səsi var, daydayısı yoxdur. Bəzilərində daydayısı var, səsi yoxdur. Bəzilərində heç nəyi yoxdur, ancaq oynayırlar. Rəqs eləyirlər, nə bilim, hərəsi bir şey eləyir ki, irəli getmək üçün. Bəs sən irəli getmək üçün nə eləyirsən bu gün? Bu biabırçılıqlar eləmirəm. Amma dayday da yoxdur. Əlimdən gələni eləyirəm. Ən azından təhsil alıram. Ən azından maariflənirəm nədənsə. Yəni bir sponsor deyəcəm mən. İndi bu sponsor anlayışı çox geniş bir anlayışdır. Yəni sənin üçün sponsor kimdir? Mənim üçün sponsor işdir. Yəni sponsor deyəndə indi bilmirəm kim nə cür başa düşür. Mənim üçün belədir ki, yəni sponsor pul qoyur, pul götürür. Deyirsən ki, sponsor sənin üçün pul qoyub, pul götürməlidir. Mən işləyirlər də, məsəl üçün eləsi var 60-ın 40-a, 70-in 30-u. Məncə budur. Sən də müğənnisən də. Gənc müğənnisən. Sponsor ən çox gənc müğənnilərə lazımdır. Mən belə başa düşürəm. Yəni bir sponsor, bir şirkət sahibi, yəni Həmrah Hüseynə bu gün niyə pul buraxmalıdır? Niyə pul ayırmalıdır? İşləmək istəyən işləyir, yox könlündə uje başqa düşüncələr varsa, o yəni başqa düşüncələr deyəndə nəyi nəzərdə tutursan? Yəni çox bir qızın elə axtardığı sizin dediyiniz kimidir. Mən elə bir şeylərə qalmış olsaydım da çoxdan qabağa getmişdim. Elə bir şeyə, yəni özümə yaraşdırmıram. Heç təkliflər olurmu sənə bu barədə? Hə, olur. Yalandan deyəmirəm, olur. Olur. Sadəcə olaraq yox. Nə təklif eləyirlər? Yəni təklifin əsas məqsədi nədir burada? Bir çox, təkcə mən deyiləm, bir çoxuna elə bir, yəni qəbul edənlərin bir çoxu irəlidədir. Yəni hansısa bir iş adamı bir müğənniyə məsələn təklif eləyir ki, nə lazımdırsa, yəni eləyərəm. Nəyin müqabilində? Bir yerdə sevgili kimi və yaxud da ki, indi bilmirəm, onu qəbul edənlər daha yaxşı bilir. Hə, yəni sponsor anlayışının əsas kökü budur. Mən də deyirəm ki, birinci iş baxımından yanaşırlar. Bir yerdə işləyək. Hə. Mövzu bu olur.
Sonra danışırsan, tanıyırsan və düşünürəm ki, işdir. Yəni məsələn mənim mahnılarım, kliplərim yayımlanacaq, amma orada gəliri mən götürmürəm. Yəni mənim düşüncəm elə olur ki, qarşı tərəf götürür bütün gəlirləri. Bəli. Amma sonra ortaya çıxır ki, yəni nə lazımdır eləyirəm, amma mənim həyatımda ol, o da mənə lazım deyil. Yəni hələ bir insan məsələn Çox olur belə təkliflər. evlidirsə vəbşə lazım deyil. Hətta evli bəylərdən olur belə təkliflər. Bəziləri olur, hə, lazım deyil elə bir şey, yəni yaraşdırmır. Bəs həmkarların var ki, müğənnilər efirlərdə, yəni bu barədə çox söhbətlər olubdu. Məsəl üçün hətta efirlərdə o söhbətlərdə olub ki, özləri etiraf eləyiblər ki, onun həyatında olan, yəni onun uşağının atası evli bir bəydir. Sən necə baxırsan belə münasibətlərə? Ailə dağıtmaq. Mən başqa bir şey düşünmürəm. Məncə sən özün də xəyanətlə üzləşmiş bir xanımsan. Mənim özüm də ailəli olmuşam 10 il. Və heç bir qadına, yəni istəmirəm heç bir qadının qəlbi qırılsın. Ən azından bir qadın kimi. Mən Niyə dağılıb ailən? özünüz dediniz. Xəyanət? Bəli. Neçə ildir müğənni fəaliyyəti ilə məşğulsan? 2024-cü ildən təhsil almağa başlamışam. Düzdür, arada biraz gedə bilmədim müəyyən səbəblərdən, amma sonra yenə davam edirəm. Yəqin ki, sosial mediadan istifadə edirsən, aktiv istifadə edirsən və orada yazılan şərhləri yəqin oxuyursan. Qarşına çıxır yəqin ki. Bəzilərini oxuyuram, bəzilərini oxumuram. Mənim haqqımda yazılanları ilk başlığa baxıram. Əsəbimə toxunan bir şey olanda oxumuram. Ümumi mən deyirəm, bu müğənnilərlə bağlı yazılanları. Məsəl üçün, ən çox məsələn yazırlar ki, müğənnilər ən çox da xanım müğənnilər üçün yazırlar ki, bahalı həyat tərzi yaşayırlar, bahalı avtomobillərdən istifadə edirlər, bahalı evləri, villaları var, nə bilim, bahalı tətillərdən istifadə edirlər, tətillərə gedirlər daha doğrusu və yazırlar ki, bunların arxasında müğənnilik yox, başqa şeylər və başqa şəxslər dayanır. Belədirmi doğrudan da? Vallahi bahalı həyat hələ ki yaşamıram. Yalandan özümdən götürüm deyə bilmərəm. Amma yəni elələri var ki, bahalı həyat yaşayır, gəlirə baxır. Yəni yaxşı qazananda ürəyin nə istəyir eləyə bilərsən. Yəni amma o qazancın mənbəyi doğrudan da mı oxuduqları, ifa elədikləri mahnılardır, getdikləri toylardır, yoxsa yazılan şərhlər kimi o qazancın arxasında hansısa şəxslər dayanır? Yox, əgər qazancın yaxşıdırsa, yəni o başqasına ehtiyac olmur. Amma eləsi də var ki, elə o düşündükləri kimidir. Yəni deyir, od olmayan yerdən tüstü çıxmaz da. Demək nəsə var ki, danışırlar da. Amma elə də qıraqdan hər şey göründüyü kimi də deyil də. Məsələn, elə müğənni var ki, bahalı həyat yəni göstərməkdən ötürü nə qədər borca xərcə girir. Əslində bəli, əslində elə deyil. Yəni elə tanıdıqlarım da var. Yəni sən dedin ki, bir 2 ilə yaxındır ki, bu sahədəsən, müğənni kimi fəaliyyət göstərirsən. Bu 2 il ərzində nəyə nail olmusan? Həm maddi, həm mənəvi. Belə deyim, maddiyyatdan 17.000 borcum var. Bu 2 il ərzində qazandığın budur. Borc xərcdir. Keçdi ömrdə çox şükür, əstəğfurullah. Yəni azdan çoxdan nəsə eləmişik. Amma bu 2 il ərzində öyrəndiklərim çox şey oldu da. Yəni bir çox insanlar tanıdım, bir çox üzlər tanıdım. Bir çox nankorluqlar gördüm. Nəyinsə irəli getmək lazımdır. Mənə deyirlər oyna, hoppan. Nə bilim, mikrofon götür, tullan düş.
Onları eləyə bilmirəm düzdür, amma istəsəm eləyəm. Bəlkə də elədim. Bundan sonra 2 il ərzində eləyə bilməmişəm, bundan sonra fikrim var. Deyirlər ki, efirə gənc müğənnilər, xanım müğənnilər əlbəttə ki, efirə çıxandan sonra ona yəni bununla bağlı zənglər gəlir, təkliflər olunur. Sənə olubmu elə təkliflər? Sən də efirlərə çıxırsan da? Efirlərə çıxmışam. Elə təklif Vallahi mən o efirə çıxmışam, amma elə təklif gəlməyib. Yəni ki, gəlməyib. Nə təklifi gəlir? Yəni elə təklif gəlməyibdi ki, hə. Yox. Amma yəni başqa bir yerdə olub, görüblər, söz yollayıblar, o da yox, mənlik deyil. Yəni məclislərə gedirsən də, biraz əvvəl məclislərdən danışdın. Heç olubmu ki, hansısa məclisdə bu şabaş deyirlər də. Şabaşı sənə elə təhqiramiz tərzdə versinlər ki, üzr istəyirəm tamaşaçılarımızdan, o pulu və mikrofonun təpəsinə çırpmaq istəmirsən. Olub. Çırpmışam. Olub. Yəni hətta çırpmısan. Bəli, hər şey pul deyil. Biraz uşaqlığına getsək Həmranın. Necə bir uşaqlıq keçirmisən? Yaxşı. Yaxşı. Qısa konkret, yaxşı. Yaxşı. Mən uşaqlıq illərini ümumiyyətlə necə xatırlayırsan? Super. Əla. Mən bilən Gəncədə böyümüsən. Samuqda böyümüşəm. Kənddə böyümüşəm. Aha. Belə deyim ki, özüm kənd uşağıyam. Və bununla da fəxr edirəm. Mən nənəmlə böyümüşəm. Yaxşı idi. Yox, danışa bilməyəcəm o. Nənə rəhmətə gedəndən sonra nələrsə baş verdi? Daha Allah nənənə rəhmət eləsin. Amma valideynlərin sağdır. Sağdır, amma mən onları necə deyim, mən onlarla böyüməmişəm. Olublar, amma heç vaxt yanımda olmayıblar. Bir nənəm olub. Ondan sonra da heç. O deyirləri analı, atalı olmadı. Neysə. Çünki mən tək başıma həmişə ayaqda durmuşam. Tək. Ona görə də bugünkü gündə bir sözüm var mənim. Deyirəm, tək başına yaşamaq öyrənən insanı heç kəs yoxluğu ilə qorxuda bilməz. Bir var sevmək, bir var mərhəmət. Mən istəmirəm kimsə mənim həyatımda, yanımda mərhəmətə görə yəni olmaz. Əgər doğrudan da məni istəyirsə, sevirsə, yanımda olsun. Mərhəmət eləyirsə, o da lazım deyil mənə. Eləsi də var ki, sui-istifadə, onu əlbəttə ki, hamımız hiss edirik. Nənən ailə qurduğunu görmüşdü? Yox, mən nənəm yaşasaydı, mən heç ailə qurmazdım. Müəyyən yaşda mən çox tez ailə qurmuşam. Sevgi ilə ailə qurmuşdun, yoxsa səni belə deyək verdilər? Yox, elə bir şey nə sevgi olub, nə vermək deyildi. Mən bioloji papama çox dedim ki,
bəs mən də getmək istəyirəm. Nənəm yox idi artıq. Bu da alınmadı, getmədim. Sonra nə bilim qaçırtdı, uşaq idim. Uşaq idim deyəndə neçə yaşında? 15-16 elə. Çox adam dedi ki, yəni nə olmuşdu ki, yəni sən belə tez getmişdin də. Düşünmədilər ki, bir nənə idi, nənə də yoxdur. Hərə bir söz deyir. Yəni mən düşünməzdim də, yəni əslində elə bilirdim ki, həyat mənim elə gördüyüm gözdədir də, yəni mükəmməl. Nənəmdən sonra çox şey dəyişdi. Yenə də çox şükür, yəni o ailədən 10 il ailəli oldum. Bir oğlum var, ona da çox şükür. Uşağın indi səndən qalır da? Uşağım mənlə qalırdı, bəli. İndi danışıram. Biz evdə, mən tək idim də, mən də iş, güc, uşaq evdə tək qalırdı. Dedi ki, bəs mən çox sıxılıram, nənəmgilə getmək istəyirəm. Dedim, yaxşı. Yəni mən həmişə deyirəm, valideynlər mütləq şəkildə qız övladların bu yetkinlik yaşına çatan dövrdə mütləq yanında olmalıdırlar, qorumalıdırlar. Dost olmalıdırlar. Bəli, dost olmalıdırlar. Onun kimlə oturduğun, hara getdiyin, nə etdiyin bilməlidir. Və 15 yaşında uşağın, qızın özünün gəlinciyi ilə oynayan yaşıdır. Ailə quran yaşı deyil. Ki, gedib ailə qursun, orada hətta bir uşaq da dünyaya gətirsin, o uşağa baxsın. Yəni bu özü dünənə kimi gəlinciklə oynayırdı. Bu gün uşağa necə baxa bilər? Necə bir analıq hisslərinin hələ o nə olduğunu bilməyən yaşıdır. Ona görə də əziz valideynlər daim qız övladlarınızı qoruyun. Ən əsas qız övladlarınızı. Ən əsas da bu yetkinlik yaşına çatan dövrlərdə ən çox analar qızları ilə dost olmalıdır, rəfiqə olmalıdır. Onların nə etdiyin, nə etdiyin, ətrafında kimlərin olduğunu mütləq bilməlidir və onlara doğru, düzgün yolu göstərməlidir. Yəni Həmra, indi sən də əlbəttə ki, mən də bilirəm ki, sən də istəməzdin belə bir hal başına gəlsin, belə bir hal yaşayasan. İndi həyatdır. Qınamaq rahatdır, həqiqətən çox. Yox, mən səni qınamıram. Yox, sən qınamaq da istəmirəm səni. Qıraqdan qınamaq. Əksinə mən burada incimə günahı valideynlərində görürəm. Yəni bir nənə ilə böyümüsən, nənədən sonra səni tək buraxıblar, başlı başına buraxıblar. Yəni başlı başına da buraxılanda uşaq əlbəttə ki, o hələ özün idarə eləməyi bacarmır. Yəni düzgün qərarları necə verə bilər ki? Ona görə bax mən oğlumu olsun. Yəni burada söhbət qız, oğlan getmir. Dost olmaq lazımdır. Mən məsələn oğlumla danışdım. Yəni az yaşı yoxdur. Mən oğlumla yəni demək olar ki, qıraqdan baxanda elə bilirlər bacı qardaşıq. Yəni mən onunla danışdım, onun fikirlərini öyrəndim. Özü dedi ki, məsələn burada mən biraz çatdıra bilmirdim. Dedi ki, məsələn hazırlıqlar orada daha rahatdır da, mən orada davam eləyim. Orada hazırlıqları qoyum. Nə lazımdırsa yenə eləyəcəm. İndi təzə gedib, yenə də gəlir, gedir. Çox şükür bugünkü günə. Yəni oğlan uşaqları da müəyyən bir yaşdan sonra daha çox atanı istəyir, daha çox ata ilə vaxt keçirmək istəyir. Bəli, istəyir, gedir də. Biri var təmiz gedə, biri də var ki, yer saxlayasan. Mən oğlumdan çox şükür yeri saxladım. İndi o qayıtmaq istəyir. Deyir ki, gəlim səni görüm. Deyirəm, problem yoxdur, gəl. Nə vaxt istəyirsən, gəl, buradayam. Biraz kövrəldin, biraz ağladın. Hə, oralara toxunmayın, oralar məndə biraz alınmır da, oradan danışa bilmirəm. Hə, o nöqtələrdən danışa bilmirəm. Show biznesdə bilirik ki, bir-birinin arxasınca danışanlar, bir-birinin ayağının altın qazanlar çoxdur da. Çoxdur. Olurmu sənin də
arxanca danışanlar, O qədər. ayağının altını qazmaq istəyənlər nələr danışırlar arxancan? Arxamca nə danışmırlar? Hər şey. Nə danışırlar məsələn? Deyiləsi deyil də indi. Nə danışırlar? Necə deyim onu? Deyil. Çox şey danışırlar. Valla bilsiz, o danışanlar mənim gözümdə qarğadılar. Deməli, mən qartal gözündə görürlər ki, elə onlar danışırlar. Qoy danışsınlar. Onlar o fürsəti də mən vermişəm, güvənib, tanış olub, salamlaşıb. Onlar da ondan nəsə bəli, istifadə eləyirlər. Olmadığım yerdə danışırlar, qoy danışsınlar. Eləsi var özünə böhtan atanlar da var. Eləsi var heç yanında belə, necə deyim, məni görməyib. Uzaqdan görüb, deyir, görmüşəm, budur. Bir neçəsi var ki, inanmışam, gəlib evimdə xanım müğənnilərdən söhbət gedir. Gəlib evimdə çörək kəsib, belə halal xoş olsun. İndi onun öz vicdansızlığıdır mənim haqqımda nəsə artıq əksik danışmağı. Yəni, qalmağa yeri olmayıb, demişəm, problem yoxdur, gəl. Yəni, bir olmayıb, bir çox olub. Sonra görmüşəm ki, ağzına gələni danışır. Və yaxud da ki, bir hədiyyə alınıb mənə. Bilməyibdir ki, məndə məsələn evdə kamera var açığı, baləcə bir iqruşkadır, amma kameradır əslində. Xəbərlər yox idi bundan, mən görmüşəm, mən evdə yoxam, mən buna güvənmişəm, evimdə qalır, amma axtarışdadır, axtarır. Oğurluq edir. Bəli. Prosta indi onun burada deməyin də yeri yox idi, sadəcə olaraq indi heç bir şikayətim də olmadı, mən nə deyim onun haqqında. Aparıb göstərə də bilərdim, bir çox şeylər eləyə bilərdim. Lazım deyil. Heç olmasa həmən insanın özünə göstərdin o kadrlardan. Sözü atdım, götürdülər. Götürdü, daha doğrusu götürdülər yox. Götürdü. Bir-ikisinə də zəng elədim. Hələ evimə gəlib qalıb, sonra paltarımı yığışdırıb gedəli də olub. Özdə gözləməyib ki, bir gəlim. Gözləməyib. Hə, sonradan zəng eləmişəm ki, bəs olmaz. Qaytar. Deyir ki, qaytaracam, sonra mən blok atırlar. Neyniyim? Günah məndədir ki, mən onları güvənib gətirmişəm, yazığım gəlib, insaf eləmişəm, demişəm ən azından müğənnidir, bir yerdəyik. Mənlə bəlkə harasa gedər, qazanar, bir məclis olar, bir yerdə səhnə alarıq. Yəni, tanıyanlar, bilənlər bilir, vicdanlılar bilir ki, mən necə insanam. O vicdansızlar var. Nə demək istəyirsən? Onları da Allaha tapşırıram, heç nə deyəcəm. Həmra, sonda təşəkkür edirəm sənə. Ən sonda nələr demək istəyirsən? Allah hər birimizin şans qapılarını açıq eləsin. Amin. Yolumuz açıq olsun. Yenə deyirəm, tamaşaçılar bəlkə başqa cür görür ya da elə görmək istəyir. Hər kəsin öz ağlında olanı düşünür. Yəni, heç nə asan deyil. Sənə hər şeyi daha asan əldə eləməyə arzu edirəm. Zirvələrə daha rahat çıxa bilməyə arzu edirəm. Uğurlar arzu edirəm. İnşallah istədiyin nailiyyətləri tez bir zamanda əldə eləməyə arzu edirəm. İnşallah cümləmizin. Bir daha təşəkkür edirəm sənə. Çox sağ ol. Sizlərlə isə sağollaşıram.